Power BI nədir? Power BI data analitikasında və biznes intellekti sahəsində istifadə olunan ən vacib alətlərdən biridir və Microsoft tərəfindən hazırlanmış rəsmi bir platformadır. Power BI-nin ümumi iş prinsipi datanı vizuallaşdırmaqdan ibarətdir. Bunun üçün də ilk növbədə biz data əldə etməliyik. Məsələn, Excel-dən, SQL serverdən və ya Getdata-da 100-dən artıq data source-dan bunu əldə edə bilərik. Məsələn, database hissəsindən, Azure-dan və digər data source-lardan datanı əldə edə bilərik. Həmin datanı daha sonra bu hissədə Transform Data-da Power Query editor pəncərəsindəki alətlər vasitəsilə təmizləyib transformasiya edirik. Əldə olunmuş təmiz datadan daha sonra biz model qura bilərik. Bu hissə isə bizdə Canva adlanır və əsas hesabat bu hissədə yaradılır. Sağdakı bu ilkdəki vizuallar vasitəsilə biz reportumuzu yaradırıq. Daha sonra həmin reportu publish edirik Power BI servisə və digər şirkət daxilində məsələn istifadəçilərin istifadə edə bilməsini təmin edirik. İnterfeysi digər Microsoft proqramlarına, məsələn Word, Excel proqramlarına bənzədiyi üçün istifadəçilərin öyrənməsi daha rahat olur. Məsələn ribbon hissəsi, daha sonra tab sistemi və başqa digər hissələr bir-birinə bənzəyir. Məsələn, insert, modeling, view tabları da məsələn Excel və Word proqramlarında istifadə olunur. Əlavə olaraq data modeling, DAX, Power Query editor və digər xüsusi imkanlar isə Power BI-nin üstünlüklərindən biridir.